Amma İslamda niyə Allah yaratdığı bir cinsi digər cinsindən aşağı və yaxud da üstün görməlidir? Və yaxud da bunlar niyə müqayisə olunmalıdır? Qadın qadınla müqayisə oluna bilər, kişi kişi ilə. Qadını kişi ilə müqayisə edə bilmərsən. Bu yanlış bir yanaşmadır. Bismillah və elhamdülillah. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Dəyərli xalqımız, müsəlman xalqımız, hər birinizi salamlayıram. Elşad Miri kimi azğınların batil fikirlərini sizə izah eləməkdə davam edirik. Deməli, bu azğının fikirlərindən də biri odur ki, kişilərlə qadınlar eynidir, onları ayıra bilməzsən. Əslində biz Quran-ı Kərimə baxanda Allahın kişilərlə qadınların arasında fərq qoyduğunu görürük. Bu insan başqa ölkədə olan dinsizlərdən təsirlənib, müsəlmanların kişilərinin və qadınlarının arasında belə bir fərqlilik yaratmağa çalışır ki, güya bu nəsə təzə bir şey tapıb. Əslində bu fikir həm dinimizlə, kitabımız olan Quranla, həm də necə deyərlər, elimizin adəti, urfumuz və sağlam vicdanımızla uyğun gəlməyən bir şeydir. Dəyərli xalqımız, cəmaatımız, bu adam deyir ki, kişi ilə qadının arasında heç bir fərq yoxdur. Hətta bizim prezidentimiz, Allah onu qorusun, kişi ilə qadının arasında fərq qoymayan insanlara biz, necə deyərlər, qoşula bilmərik, onlara inteqrasiya edə bilmərik deyir. Allah Teala onu qorusun, çünki o bilir ki, bu batil bir fikirdir, bizim dinimizlə, nə də adətimizlə yaxından, uzaqdan bir əlaqəsi yoxdur. Lakin necə dedim əvvəldə, bu insan başqa ölkələrdə olan xarab fikirli insanlardan təsirlənib, müsəlmanların arasına belə bir batil fikir salmaq istəyir. Deməli, dəyərli xalqımız, cəmaatımız, baxın, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə bir neçə yerdə kişi ilə qadının arasını fərqləndirib, bildirib ki, kişilər qadınların üzərində ixtiyar sahibidir. Allah Teala Nisa surəsi 34-cü ayədə buyurur ki, Ar-ricalu qavvamuna alan-nisə. Kişilər qadınların üzərində ixtiyar sahibləridir. Bəzi kişilər ola bilər ki, qadınların üzərində ixtiyar sahibləri deyirlər. O kişilər özləri bilər. O kişilər özləri bilər. Biz o kişilərdən danışmırıq. Biz danışırıq kimlərdən? Allahın dediyi qadınlarının üzərində ixtiyar sahibi olan kişilərdən. Deməli, dəyərli xalqımız, Allah Teala buyurur ki, Ar-ricalu qavvamuna alan-nisə. Kişilər qadınların üzərində ixtiyar sahibləridir. Bunu bizim ölkəmizdə və qıraq ölkələrdə bütün müsəlman kişilər və qadınlar bilirlər ki, bu hissiyatla da belədir. Kişilər bilirlər ki, onlar qadınların üzərində ixtiyar sahibləridir. Qadınlar da bilirlər ki, onların ərləri, kişiləri onların üzərində ixtiyar sahibləridir. Heç birisinin, nə kişilərin və nə qadınların içində buna hissiyatla heç bir qarşı durma yoxdur. Onların təmiz, sağlam fitrəti qəbul edirlər ki, bəli, kişilər qadınların üzərində ixtiyar sahibidir. Qadınlar da bilirlər ki, onların kişiləri, yoldaşları onların üzərində ixtiyar sahibidir. Bəli, bu belədir. Baxın, dəyərli xalqımız, Allah Subhanahu wa Ta'ala bizə Əl-İmran surəsində İmranın qadınından danışır. Düzdür, bəlkə Elşad Miri kimi azğınlar bunu da inkar edəcəklər. Lakin biz ispat edirik, çünki Allah belə deyib. Allah Teala buyurur ki, bir zaman İmranın qadını belə demişdi. Ey Rəbbim, bətnimdəkini sənin üçün nəzir deyirəm. Bunu məndən qəbul et, sən eşidənsən və bilənsən. Sonra növbəti ayədə Allah Teala buyurur ki, o zaman ki, o bətnində olanı doğdu, onu dünyaya gətirdi. Allah'a dedi ki, ey Rəbbim, onu qız dünyaya gətirdim. Dəyərli xalqımız, cəmaatımız nə üçün dedi ki, mən onu qız dünyaya gətirdim? Çünki o istəyirdi ki, oğlan olsun, oğlanı Allahın məbədinə xidmətçi olaraq versin. Bilirdi ki, qızla oğlan eyni deyil. Elə bunun isbatı bu qadının növbəti sözlərində, Allahın ayələrində yenə öz yerini alıb. Allah Teala buyurur ki, o doğdu, evladını dünyaya gətirdi. Sonra dedi ki, ey Rəbbim, onu qız doğdum. Allah Teala dedi ki, وَلَيْسَ ذَكَرُ كَالْاُنْسَ Oğlan qız kimi deyil. Bundan əvvəl Allah Teala deyir ki, Allah bilir o nə doğub, nə dünyaya gətirib. Sonra deyir ki, oğlan qız kimi deyil. İlk olaraq sual, niyə görə deyir ki, qız dünyaya gətirdim? Sonra deyir ki, oğlanla qız eyni deyil. Çünki istəyirdi oğlan olsun, oğlan məbədin xidmətində daha yaxşı dura bilər. Oranı daha yaxşı qoruya bilər. Oranın səliqəsində, səhmanında ondan tələb olunan məsələləri, məbəddə ona tapşırılan işləri yerinə yetirməkdə oğlan daha güclü, qüvvətli və idarə etmədə
daha ağıllı olardı. Ona görə istəyirdi ki, oğlan olsun. Lakin deyir ki, ey Rəbbim, o qız oldu. Allah da deyir ki, qızla oğlan eyni deyil. Bu da dəlillərdən biridir. İkinci dəlil. Sonra Allah Taala bizim öz həyatımızda bir çoxlarımızın qarşılaşdığı bir məsələni bizə bəyan eləyir. Bunu hər kəs görür. Qaynanalar, qaynatalar, ərlər, arvadlar, istər köhnələr, istər cavanlar görürlər ki, həyatda belə bir şey baş verir. O da hansı məsələdir? Allah Taala bizə bildirir ki, Zuhruf surəsi 17-18-ci ayədə: "Və idə buşira ahaduhum bima daraba lirrahmani məsələ." Onlardan birinə Rahmənə nisbət etdikləri ilə müjdə verəndə. O da nədir? Yəni onlar deyirlər ki, Rahmənin qızları var. Qızlar Rahmənin, oğlanlar da bizimdir. Rahmən kimdir? Allah. Allahın adlarından da biri Rahməndir. Ar-Rahman, Ar-Rahim, Əl-Ğafur, Əl-Ğaffar, Əl-Cabbar, Əl-Əziz, Əl-Alim, Əs-Səmi, bu kimi adları var Allahın. Onlardan da biri Ar-Rahman adıdır. Sonra Allah Taala buyurur ki, onlardan birinə Rahmənə nisbət etdikləri ilə müjdə verəndə üzləri hikkələrindən qapqara qaralar. Sonra Allah Taala buyurur ki, "Əvə men yunəşşə'u fil hilyəti və huve fil xisami gayru mubin." Zinət içində böyüyən və mübahisə zamanı özünü idarə edə bilməyən, müdafiə edə bilməyən qadınları mı Allaha nisbət edirlər? Dəyərli xalqımız, mən sizə demək istəyirəm ki, bizim hər birimiz öz günümüzdə görürük ki, bir kişi və qadının arasında mübahisə olanda qadının ilk əməli bir-iki kəlməsindən sonra özünü müdafiə edə bilmir, başlayır neynəməyə? Ağlamağa və özünü bu mübahisədən xilas edəcək adamı axtarmağa. Görürsünüz ki, cavan gəlinlər, qızlar dərhal neynir? Atasına zəng eləyir, anasına zəng eləyir, qardaşına zəng eləyir ki, gəl məni apar, gəl məni buradan götür, mən burada qalmaq istəmirəm. Elə bunu Allah Subhanahu wa Taala bizə misal çəkib ki, qadın mübahisə zamanı özünü müdafiə etməyi bacarmır. Aydın deyil, ağlayandır, zəifdir, mübahisədə özünü idarə eləyə bilmir. Yəqin ki, bunu heç kəs inkar eləyə bilməz. Baxın, dəyərli müsəlman, bacı qardaşlarımız, ölkəmizin dəyərli əhli, kişilərlə qadınlar eyni ola bilməz. Bunu Rəbbimiz 7 qat göyün üzərindən ayələr olaraq bizə nazil eləyib. Lakin bəzi bu fikirləri insanların arasında yaymaq istəyib, güya özünə xal qazanmaq istəyənlərin bu fikirləri elə Allahın kitabına müxalifdir. Belə insanlara aldanmaq olmaz. Onlar bizim dinimizi, həmçinin mənəviyyatımızı əlimizdən almaq istəyirlər. Allah Taala onların şərrindən bizi də, sizi də qorusun. Çalışın özünüz də, evladlarınız da bu dinsizlərin dindən danışmasına qulaq asmayın. Velhamdülillahi Rabbil alemin.